Mərkəzi Seçki Komissiyasının formalaşmasında çox təəssüf ki, daha çox adamların şəxsi adları və yaxud da şəxsiyyəti tartışılan mövzuya çevrilir. Bu doğru məsələ deyil. Daha çox prinsiplər önəmlidir. Hansı prinsiplə Mərkəzi Seçki Komissiyası, dairə və məntəqə seçki komissiyaları formalaşır və məntəqə seçki komissiyalarının formalaşması və ona müvafiq də dairə məntəqə seçki komissiyalarının formalaşması prinsipi seçki haqqında məcəlləyə görə dəyişdirilməlidir. Bu şəkildə formalaşma doğru deyil. 18 nəfər Mərkəzi Seçki Komissiyasının üzvünün 6 nəfəri hakim çoxluğa, 6 nəfəri bitərəflərə, 6 nəfəri isə parlamentdə azlıq təşkil edən deputatlara görə bu şəkildə formalaşır. Partiyalara? Azlıq, bəli, azlıqda olan partiyalara 6 nəfər bitərəflərə, 6 nəfər isə hakim partiyanın, çoxluqda olan partiyanın üzvlərinin təqdimatı ilə, partiyaların təqdimatı ilə formalaşdırılır. Gəlin bir anlıq düşünək. Bundan sonra dairə və məntəqə seçki komissiyaları formalaşdırılır. Azlıqda olan partiyaların, deyək ki, yerli strukturları var və çoxluğun yerli strukturları var. Bəs bitərəf deputatlar dairə və məntəqə üzvlərini hardan alıb verirlər? Bax, bu sualı vermək istəyirdim. Bunların təşkilatı yoxdur. Onların yerli strukturları yox. Onlar bütün 125 dairənin hamısını əhatə etmirlər. Təşkilat yox. Onların komandası yox. Hardan alırlar bu adamları? Necə təyin edirlər? Bunun əvəzinə təbii ki, icra hakimiyyəti təyin edir o adamları. Fərz edək ki, X rayonunda 100-cü dairədə bir tərəf deputat yoxdur. Amma 100-cü dairədə həm bir tərəflərin dairə üzvü, həm bir tərəflərin məntəqə seçki komissiyasının üzvləri təyin olunur. Əgər 40 dairə varsa, 40 məntəqə varsa 100-cü dairədə, 80 nəfər azlıqda olan adamın nümayəndəsi təyin olunmalıdır. Hardan alırlar bu 80 nəfəri? Təşkilat yox, yerli struktur yox, adam oradan hətta bir tərəf deputat yox. Necə təyin olunur? Bunun müəyyən olunma prinsipləri hakimiyyətin, icra hakimiyyətinin öhdəsinə buraxılır və beləliklə də əslində hakim partiya, yəni iqtidar özünün artıq nümayəndələrini onlara bağlı icra hakimiyyətləri vasitəsilə bu adamları təyin edir. Bu prinsip əvvəlcə dəyişdirilməlidir. Əvvəlcə onu qeyd edeyim ki, bitərəf deputatlar Mərkəzi Seçki Komissiyasına heç bir nümayəndə verməməlidirlər. Nə də dairə və məntəqə seçki komissiyalarına. Onların əvəzinə bu azaldılmalıdır 18 nəfər, olmalıdır 12 nəfər. Azlıq və çoxluq, yəni siyasi təşkilatlar təyin etməlidir. Dünyanın müxtəlif ölkələrində müxtəlif variantlar var. Hətta elə ölkələr var ki, orada seçkini ümumiyyətlə polislər keçir. Çünki seçki haqqında... Kim keçir? Polislər. Polis orqanlarından təyin edirlər. Onların vəzifəsi texniki işdir. Bilirsinizmi? Bu bir texniki bir işdir. Onlar ciddi bir siyasi iradə qoymurlar ortalığa. Səs nəzarət edirlər ki, seçki düzgün keçsin və səsləri saysınlar. Bunu Azərbaycan və Azərbaycan tipli postsovet ölkələrində və o cümlədən seçkinin demokratikliyi şübhə doğuran yerlərdə fərqli şəkildə edirlər ki, maraqları təmin edə bilsinlər. Və ki, təqdirdə bunların görə biləcəyi böyük bir iş yoxdur. Biz dəfələrlə təklif etmişik ki, bitərəf anlayışı ilə mərkəzi, dairə və məntəqə seçki komissiyalarına təyin olunan üzvlər ləğv olunsun. Ya onlar 9-9-a bölünsün, siyasi partiyalar arasında, ya da 12 nəfərə indirilsin, 6-6-ya təklif olsun. Biz bununla bağlı Ümid Partiyasının ayrıca islahat təklifləri də var. O cümlədən dairə və məntəqə seçki komissiyalarında da eyni qaydalar tətbiq olunsun. Çox təəssüflər olsun ki, bunlar olunmur və hər dəfədə eyni sistemlə davam edirlər. İkinci təklifimiz bu olub ki, ümumiyyətlə dairə və məntəqə üzvləri təmsil olunan eyni dərəcədə Mərkəzi Seçki Komissiyasının üzvləri necə ki, başqa vəzifə tutmurlar, ödənişli pedaqoji fəaliyyətdən başqa sahədə işləmirlərsə, o cümlədən dairə və məntəqə üzvləri də işləməsinlər. Onlar da artıq bəlli bir
süre müddətində, 5 il müddətinəmi, parlamentdən parlamentə indi o 5 il müddətinə də qayıdacağım. Həmin müddətdə daimi olaraq bu işlə məşğul olsunlar. Mərkəzi Seçki Komissiyası hansı işlə məşğul olursa, dairə və məntəqə də onunla məşğul olur. Birinin işi cari, birinin işi daimi deyil. Mərkəzi Seçki Komissiyasında daimi gördüyü iş yoxdur. Dairə və məntəqənin də. Seçkidən seçkiyə və yaxud da siyahıya alınmadan siyahıya alınmaya, referendumdan referenduma işləyirlər və həmin dövrdə də bu cari prosesləri yerlərdə icra edirlər. Qalan müddətdə də demək olar ki, heç etmirlər. Demək ki, bunların bir faydalı iş görməsi və bərabər faydalı iş görməsi üçün təxminən Azərbaycanda 6500-ə yaxın məntəqə var. 6000-ə yaxın, üzr istəyirəm, 6000-ə yaxın məntəqə var. Bunun 636 min adam eləyir. Plus 125 dairə var, bunun da 900 var. Bu da təxminən 1025-1050 nəfər adam edir. 37 bin, 18 də bu 38 minə yaxın adam eləyir üst-üstə. Aparatları nəzərə almasaq, aparat işçilərin 40 minə yaxın 40 minə yaxın adam faktik olaraq seçki ilə məşğul olmalıdır. Və onlar başqa heç bir işdə təmsil olunmamalıdırlar. Hakimiyyət nə edir bu istiqamətdə? Müəllimləri, həkimləri, nə bilim, tibb bacılarını və s. və s. cəlb edir məntəqə üzvlərinə. Onlar cari fəaliyyət göstərir. Onlara təsir etmə imkanları da çox rahat olur. Əgər deyilənlər yerinə yetirməsə, iş saatının azaldılmasından tutmuş, məktəbdən xaric olunmaya tutmuş, hər şeyə qədər. Bunlar daimi iş olmalıdır. Adam da bilməlidir ki, bu vəzifəyə gedirsə 5 il müddətində, 4 il müddətində nə qədər davam edəcəksə, orada təmsil olunmalıdır. Digər tərəfdən, bu siyasi partiyaların nümayəndələridir. Siyasi partiyalar təyin edir bu adamları. 6 nəfəri ən azı azlıqda, 6 nəfəri çoxluqda bir tərəfləri qoydum kənara. Ən azı 6 nəfəri təyin edirsə, bunun geri çağırmaq hüququ olmalıdır, geri çağırılma mexanizmi olmalıdır. Bunun geri çağırılma mexanizmini Mərkəzi Seçki Komissiyası və yaxud da başqa orqan müəyyəni və yaxud da baş prokurorluq cinayət üstündə yaxalayırsa olmamalıdır. Bunu təyin edən təşkilatın bunu geri çağırma mexanizmi olmalıdır. O, təyin edən təşkilatın maraqlarından yanaşı seçkinin demokratikliyinin təmin olunmasında partiyanın yanaşmasını əsas götürən bir kurs sərgiləməlidir. Partiya hansı mövqeyi qoyub seçkilərdə? Partiyanın mövqeyi nədir? Partiya seçkilərə yanaşması fərqli olur. Dairə üzvünün, məntəqə üzvünün və yaxud da Mərkəzi Seçki Komissiya üzvünün seçkilərə yanaşması fərqli olur. Burada mexanizm nə ola bilər ki, seçkilərin qarşısının alınması və yaxud da seçkilərin pozulmasına yönəlik addım atmasınlar. Bunun da mexanizmləri var. Mexanizmlər də təbii ki, bayaq qeyd etdiyim kimi fərqli qanunvericiliklə, seçki məcəlləsinə edilən dəyişikliklərlə tənzimləməlidir. Yenə deyirəm, Ümid Partiyasının bu istiqamətdə kifayət qədər açıq təklifləri var. Amma ən başlıcası, Mərkəzi Seçki, Dairə və Məntəqə Seçki Komissiyalarına xalq etimadını formalaşdırmaq üçün mütləq siyasi iradə lazımdır. Siyasi iradə olmadan o adamların fərdləşdirib üzərinə hər hansı bir günah qoymağın heç bir mənası yoxdur. Onlar nə edir ki? Onlara necə deyirlər, elə də edir. Buna görə siyasi iradə və siyasi hakimiyyətin yanaşması dəyişməlidir ki, o adamlar vəzifələrini yerinə yetirsinlər və cəmiyyətin dairədən, MSK-dan və məntəqədən gözləntiləri yalnız obyektivlik olsun. Gözləsinlər ki, burada nəticə nə olacaq, onu da elan edəcəklər. Amma seçki məcəlləsində edilməyən dəyişikliklər indiyə qədər ki, müşahidəçilərin bəlli məsafədə durması, hər bir adamın bir müşahidəçi verməsi, təsəvvür edin, protokol hər hansı bir məsələ barədə, qanun pozuntusu barədə bir akt yazırsansa, aktın etibarlılığı üçün 3 nəfər qol çəkməlidir. 3 nəfərin qol çəkməsi üçün sən nümayəndə bir nəfərdir. O qol çəkirsə, akt etibarsız hesab olunur. Digərlərini hardan tapsın? Niyə bir partiya, bir məntəqəyə 5 müşahidəçi verə bilməz və s. Bütün bu tipli proseslərin hamısını idarə etmək üçün mütləq və mütləq seçki məcəlləsinə ciddi dəyişikliklər edilməlidir. Seçki məcəlləsi prinsipial olaraq hakimiyyətin nəzarətindən çıxarılıb. Həm də İqbal bəy, bir maraqlı məqam var, müşahidəçilərə toxundunuz. Bu ciddi məsələdir. Seçki keçirilir, bitdi, müşahidəçilər ümumiyyətlə yaxına buraxılmır. Elə bir məsafədə qoyulur ki, heç nəyi də görmürsən. Heç nəyi də görmürsən. Komissiya açır, mən nə bilim orada kimin adı olur. Bəli. Yəni məsələ budur ki,
məsələ budur ki, bu hər şey əvvəla seçki komissiyalarının formalaşmasından keçir. Seçki komissiyaları formalaşarkən və seçki komissiyası yaradılarkən ümumiyyətlə və seçki komissiyasının özünün cəmiyyət içərisində etimadını qazanması üçün dediyim kimi siyasi iradə lazımdır. Siyasi iradə qoymalıdır ki, demokratik olsun. Onda müşahidəçinin də, hətta komissiya üzvünün də heç bir rolu, rəyi olmaz. O bilər ki, verərlər məhkəməyə, həmin səslər təkrar sayılar, görər ki, yalan oxuyub, səhv oxuyub, düz oxumayıb. Yanlış protokol tərtib edib və yaxud da etməyib. Bizim o qədər praktikada başımıza gəlib ki, hətta məntəqə seçki komissiyasında, dairədə səslər sayılarkən video materiallarla çəkilib, nəticə fərqli olub. İstədikləri nəticəni elan ediblər və bunun heç bir məsuliyyəti olmayıb. Dairəyə də deyəndə, məntəqə üzvlərində, şəxsi münasibətlər fonunda kimə deyirsən, deyir, valla biz kimik ki, gedin yuxarıdan məsələləri həll edin. Halbuki səs verənlərin rəyi ümumiyyətlə orada nəzərə alınmıyor. Buna görə hesab edirəm ki, bu istiqamətdə birinci növbədə siyasi iradə, ikinci növbədə isə seçki komissiyalarının formalaşdırılması prosesində yeni qaydaların tətbiqi olduqca vacibdir. O qaydada birinci növbədə heç bir strukturu, təşkilatı olmayan, yerlərdə insan təyin etmək imkanları olmayan bitərəflər anlayışını ümumiyyətlə komissiyalardan çıxartmaq lazımdır. Çünki o bitərəflərin adı altında icra hakimiyyətlərinin təyin etdiyi nümayəndələr var ki, bu da mütləq çoxluğu təmin edir. Məsələn, 6 nəfər məntəqə seçki komissiyasının üzvü olur. İkisi bir tərəflərdən olur, ikisi hakim partiyadan. Bu 4 nəfər, 4 nəfərin səs verməsi hər şeyi həll edir. Halbuki azlığı partiyadan 2 nümayəndəsi olur. 2 nümayəndəsi. Deməli, 8-in qabağında 2. Yox, 6-nın qabağında 2. 4 belə, 2 də belə. Yenə çoxluqdur da. Əlbəttə, çoxluqdur, mütləq çoxluqdur həm də. Amma o 2 nəfəri hardan almışsınız? Sual versən ki, bu 2 nəfər kimsiniz? Siz necə olub bura düşmüsünüz? Deyəcəklər, icra hakimiyyətindən yazıb veriblər. Elə deyirlər də. Bəli. Siz hətta müşahidəçilərə bəzən seçkilər dönəmində diqqət etsəniz, hansı partiyadan olduqları bilinmir ki, mən hansı partiyanı təmsil edirəm, niyə təmsil edirəm. Partiya sədrlərinin adını belə bilmirlər hətta. Partiyanın adını doğru dürüst deyə bilmirlər. Yəni, bu tipli şeylərin hamısının aradan qaldırılması üçün... Hətta üzr istəyirəm İqbal bəy, çox üzr istəyirəm, amma bu ciddi məqamdır və bu talih yüklü məsələdir, Azərbaycan dövlətinin məsələsidir bu. Elə adamlar qoyurlar müşahidəçi, hakim partiyanın adını bilmir. Yəni, demək istədiyim budur ki, sadəcə statistika xatirinə orada bu qədər müşahidəçi oldu, bu qədər adam oldu kimi məsələlərlə seçkini gülünc vəziyyətinə və yaxud da seçkini işləməyən bir institut vəziyyətinə gətirməyin heç bir mənası yoxdur. Bunu mütləq işlək institut halına gətirmək lazımdır. İşlək institut halında olanda dünən təyin olunan 5 il orada olub, 15 il orada olub, 20 il orada olub, onun heç bir mənası yoxdur. İşlək mexanizm olacaqsa, hakimiyyətin siyasi iradəsi olacaqsa, adamlar gerçək nədir onu təyin edəcək. İndi bəzən deyirlər ki, tutaq ki, fərdləşdirirlər ki, yenə də MSK-nın sədri Məzahir Pənahov oldu. Məzahir Pənahov hakim partiyanın nümayəndəsi, hakim partiya təqdim edir. Heç kim hakim partiyaya deyə bilməz ki, sən 6 nəfər nümayəndədən niyə Məzahir Pənahov təyin eləmsən? Onun seçimidir. Və yaxud da tutaq ki, azlıqdan Mikayıl Rəhimov təqdim olunub. Və yaxud Mikayıl Rəhimov niyə təqdim olunub? Təqdim olunub, o təqdim edib. Hə, hansı formada təqdim olunur, necə təqdim olunur, bunlar məsələn ayrı bir tərəfidir. Amma o insanların gerçək seçki keçirmək kimi bir niyyətlərini və yaxud da vəzifələrini gerçək qanuna müvafiq həyata keçirmələri üçün mütləq siyasi iradə qoyulmalıdır ortalığa. Müdaxiləni dərhal Cinayət Məcəlləsinin müvafiq maddələrindən tövsif edib məhkəməyə müraciətlə məhkəmə bunu həll etməlidir. Bunun da əsas şərti odur ki, məhkəmə azad olsun. Məhkəmə də azad deyilsə, seçkinin azad olması mümkün deyil. Azərbaycanda ümumiyyətlə bütün problemlərin hamısı məhkəmənin azadlığından başlayır, məhkəmədən başlayır. Məhkəmə vətəndaşın və məmurun qarşısında məsuliyyət yaradır. Hər kəs məsuliyyətini dərk edir. Bilir ki, o qanunu pozsa onu cəzalandıracaq bir orqan var. Ora zəng edib deməyəcəklər ki, bu bizim sifarişimizi yerinə yetirib və yaxud da bu məsələ belədir və s.